Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü münasibəti ilə Nərimanov rayon İcra Hakimiyyəti və YAP Nərimanov rayon təşkilatı tərəfindən Zəfər yolunun memarı adlı tədbir keçirilib. Rayon ictimaiyyəti, alimlər və ziyalıların iştirak etdiyi tədbirdə Ulu Öndərin həyat və fəaliyyətindən, Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən ölkəmizin qüdrətlənməsindən, xalqın rifahının yüksəlməsindən, müstəsna xidmətlərindən danışılıb. Qeyd olunub ki, ərazi bütövlüyümüzün bərpası, Qarabağın düşmən tapdağından azad olması Ulu Öndərin ideyalarının başlıca qayəsini təşkil edib. Tədbirdə çıxış edən Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev bildirib ki, Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O qeyd edib ki, ümummilli liderimiz müstəqil dövlətimizin sarsılmaz təməllərini atıb və bu təməllər üzərində daim inkişaf edirik. Ulu Öndər Heydər Əliyevin siyasi irsi əslində dövlətçilik tarixidir. Çünki o, iki ayrı dövrdə respublikamıza uğurlu rəhbərlik edib, milli tərəqqini, iqtisadi inkişafı, mədəni intibahı və siyasi yüksəlişi təmin etməyə müvəffəq olub. YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bildirib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətlərinin ən önəmli məqamlarından biri də çətin dönəmdə insanlarda ruh yüksəkliyini yaratması, dövlətə inam bərpa etməsi idi. Türk Ağsaqqallar Birliyinin sədri Sudeyev İmamverdiyev bildirib ki, Ulu Öndər Heydər Əliyev həm də Azərbaycan ideologiyasının banisidir. Çünki o gözəl bilirdi ki, Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən Azərbaycançılıqdır. Tədbirdə Yeni Azərbaycan Partiyasının və Nərimanov rayon ictimai-siyasi həyatında göstərdiyi fəallığa görə bir qrup şəxs fəxri fərmanla təltif olunub. Həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulan şəxslərə partiyaya üzvlük vəsiqələri təqdim olunub. Tədbir maraqlı musiqi kompozisiyaları ilə davam edib.